səni biləyincə. İsmail, yerini indiyə kimi niyə yığışdırmayıbsan? Nənəm yığışdırardı. Nənənin işi çoxdur. O məşğuldur, ona bax. Gör Cəmilə öz yatağını nə yaxşı yığışdırıb. Sən də özün. Mənə bax, öz uşağım var, nəsiyyəti də ona ver. Uşağın üzünü danlama. Heç kəs onun qəlbinə dəyə bilməz. Ev yığışdırmaq kişi işi deyil. Mən uşaq böyütməmişəm ki, ev yığışdırsın. Qəmər xala, acığın tutmasın. İsmail yekə oğlandır. İndi öz yerini özü yığışdırmalıdır. Nə qədər mən sağam, sən onu görməyəcəksən. Gəl bala, gəl. Gəl, gəl ömrüm günüm, gəl qadın. Budağı sirkəlin, mən də yiyeyim. Özün çıx, yığ. Mən ağaca çıxmağa bacarmıram. Bəs nə bacarsan? Mən? Bu saat səni deyim nə bacarsan. Atama yaltaqlanmağı, sən yaltağın bir yaltaqsan. Ay sağ ol, bax belə. Sən elə mənə acıq da verirsən. Bu saat başına oyun getir, gözün də baxasın. Ona toxunma, eşidirsənmi? Ayıb olsun sənə. Adam da öz bacısını vurar mı? Bacı, mənim bacım yoxdur. Ağlama, ağlama. O dəstənin toplanışında mənim də saçımı ağaca bağlamışdı. O gün mənim də üstümə çoxlu ağrı atdı. Bilirsən nə yaman sancırdılar? Ağlama, ağlama. Dayan, dayan. Atan bilər, onda görərsən. Sənin adın nədir? Cəmilə. Cəmilə, qəşəng yatdır. Mənim də adım Solmaz. Mənimki də Fəridə, mənimki də Ayna. Bax, atam məni özü ilə tikintiyə aparacaq, amma onu yox. Bax, gör özümə necə bel tapmışam. Gelin özünə uzundu ki. Nə olsun, mən də böyüyəcəyəm də. Atam deyir ki, adam işdə böyüyər. Belə şeylər qızlar başa düşməz. İki dərsdən pis qiymət aldığını atan bilirmi?